Bakı şəhərinin Xəzər, Qaradağ, Sabunçu, Suraxanı, Piralallı, Binəqədi, Səbail, Nəsimi, Nərimanov, Nizami, Xətai və Yasamal rayonlarının icra hakimiyyəti başçıları aparatlarının nümunəvi strukturu yenilənir. Yeni Sabah məlumat verir ki, icra hakimiyyətlərində bir sıra şöbələr ləğv olunaraq sektorlarla əvəzlənib. Bundan başqa, bəzi şöbələr birləşdirilib və həmin şöbələrə rəhbərliyi icra başçılarının mavinləri həyata keçirəcək. Başçının mavini ərazi təşkilat və ictimai siyasi məsələlər şöbəsinin müdirinə tabe olacaq sektorlar bunlardır. Ərazi təşkilat məsələləri sektoru, müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektoru, ictimai siyasi və humanitar məsələlər sektoru. Başçının mavini sosial-iqtisadi, memarlıq, tikinti məsələləri və rayon təsərrüfatı şöbəsinin müdirinə tabe olacaq sektorlar isə aşağıdakılardır. Sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili sektoru, memarlıq, tikinti məsələləri və rayon təsərrüfatı sektoru. Səbəblərlə Lələt Əlləşah müraciətləri ilə iş şöbəsi, habelə hüquq və inzibati işlər şöbəsi ləğv olunub və onların bazasında sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsi yaradılıb. Yeni şöbəyə tabe olacaq sektorlar: sənədlərlə və vətəndaş müraciətləri ilə iş sektoru, hüquq və kadr məsələləri sektoru. Əlavə edək ki, icra hakimiyyəti başçısının şəhər və ya sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin nümunəvi strukturunda da dəyişikliklər edilib. Bu haqda müvafiq fərman imzalanıb. Fərmana əsasən, bütün dəyişikliklər 2 ay ərzində tamamlanacaq. İxtisar olunan əməkdaşlar Dövlət İmtahan Mərkəzi vasitəsilə müvafiq dövlət qurumlarında işlə təmin olunacaqlar.